xəbəri vermədən keçə bilmərəm də. Ozan, qoy fotosunu elə buradan baxında Ozan Akbaba. İlkin Həsəniddə, bəli, İlkin Həsənlə bir yerdədir, amma bu Ozan Akbabanı başqa bir aktyorumuz Azərbaycana dəvət edib. Mən onu da paylaşım etdim hava limanında, digər yerlərdə görüntüləri var idi. Paylaşım etdim və dünən gördüm ki, bizim Ozan, mən çox istərdim ki, bu xəbəri də Ozana çatdırsınlar, yəni görsün, videonu göstərsinlər ki, mənim açıqlamalarımı. Yəni bizim hər birimiz o filmdən sonra onu tanıdıq, sevdik. Əsl Türk kişisi olsa da, yəni Azərbaycan kişisinin nə xarakterinə uyğun bir rolu oynayır. Elə Türk-Azərbaycanın nə fərqi var ki? Yəni o xarakter ki onda var, elə biləm mən heç onu görmürəm. Azərbaycandan doğulmuş, Azərbaycanda doğulmuş, boya başa çatmış, bu torpağın suyunu içmiş, çörəyin yemiş bir kişidir, bir aktyordur. O filmdə oynayır. Və ondan mən bilirəm ki, hamı indi ondan şəkil çəkdirir, fotolar, tak fotolar. Hamı istəyir ki, onu belə qonaq dəvət etsin, bir göstərsinlər ki, Bakıda nələr var yeməyə, nələr içməli, nələr var, şirələr içməli deyəndə ki, şirələri nəzərdə tuturam, meyvə şirələrini. Və bir toydan görüntülər gördüm. Oğulla bir yerdə oturmuşdu. Kabab. Kabab yeyirdilər, çox yaxşı idi. Mən biləm ki, o kababı onun oğlu bəyəndi, kiçik balamız. Yəni mən də bir jurnalist olaraq, mediaçisi olaraq deyirəm ki, Ozan Akbaba, Azərbaycana xoş gəlmisən, güc topla, qüvvət topla. Yeni sezondan sizdən filmi gözləyir bütün Azərbaycan. Xoş gəlmişsiniz Azərbaycana. Məndən bu qədər. Sara Səfra məhz Bahadırdan.